Salam əziz tələbələr, bu gün biz sizlərlə 2 noyabr 2025-ci il tarixində keçirilmiş sınaq imtahanının informatika test tapşırıqlarına baxacağıq. Vaxt itirmədən sualların izahına keçid edək. Deməli, birinci sualımızda deyir ki, prosesorun əsas parametrləri hansılardır? Prosesorun əsas parametrləri takt tezliyi, keş yaddaşın tutumu, mərtəbəliliyi və işçi gərginliyidir. Bəs digər variantda olanlar nəyi bildirir? Kadrların əks olunma tezliyi, müdafiə dərəcəsi, diaqonal üzrə ölçü və piksellərin, nöqtələrin sayı isə monitorun xarakteristikalarına aiddir. Bu sual qəbul imtahanında istifadə olunmuşdur, özü də 2 dəfə. Bir qəbulda belə deyək ki, yəni eyni sualı demək olar ki, bir qəbulda bu variantları verib monitorun əsas parametrlərini soruşur. Digər qəbul imtahanında isə yenə eyni variantları verib prosesorun əsas belə deyim ki, parametrlərini soruşur. Deməli, doğru cavabımız oldu burada 3, 4, 6, 7 D variantı. Daha sonra kompüterə proqramları quraşdırma adətən necə başlayır? Deməli, ilkin olaraq biz hər hansı bir proqramı kompüterimizə quraşdırmaq istəyiriksə, onu internetdən belə deyim ki, setap dediyimiz həmin belə deyim ki, proqramın özəyidir. Belə bir toxumu kimi də başa düşə bilərik. İlk öncə onu internetdən endirməliyik və kompüterə quraşdırmaq istədiyimiz fayllar adətən executable fayl, yəni exe tipində olan fayllardır ki, biz setup.exe-ni işə salmaqla proqramları quraşdıra bilərik. Bunlardan hansı kompüterin çıxış qurğularıdır? Girişləri, yəni variant da çıxa bilərik. Klaviatura çıxış verdik, sonra web kamera çıxaq. FTD ümumiyyətlə yaddaş qurğusudur, yəni periferiya qurğusu sayılmır. Variantlara çıxsaq doğru cavabımız qalar. Y variantı speaker, printer, plotter və monitor. Daha sonra 24-cü sual. İnformasiya rabitə kanalı vasitəsilə siqnallar şəklində ötürülür və kompüterin yaddaşında isə baytlar şəklində saxlanılır. X-in ala biləcəyi qiymətlər -2 aralığında 0-dan %1 addım ilə dəyişərsə, bu funksiyanın qiymətlərinin hesablanması hansı tip alqoritmə aiddir? Gəlin birinci ilkin olaraq bizə lazım olmayan variantlara çıxaq ki, A ilə B bizə ümumiyyətlə lazım olmayan variantdır. Nə səbəbdən? Çünki biz alqoritmi tipindən, struktur tiplərindən danışırıqsa, bizim 3 struktur tipimiz var. Dövri, xətti, budaqlanan. İmtahanda bu tip şeylərə diqqətli olun yoldaşlar. Əgər hər hansı bir variant sizin sualınızla yaxından uzaqdan əlaqəsi yoxsa, dərhal o varianta çıxın ki, fikriniz yayınıb hansısa bir şübhəyə düşüb o variantı qaralamayasınız. Yəni biz variantlardan yalnız C, D, Y-yə diqqət etməliyik və sualın öz məzmununa baxaq. Aydın məsələ ki, müəyyən bir aralıqda siz addımlayaraq yeni qiymətlər alıb funksiyanın qiymətini hesablayırsınızsa, bu proses dövri prosesdir. Davam edək. Növbəti 26-cı sual. Deyir, aşağıdakı funksiyanın qiymətinin hesablanması üçün blok sxem qurduqda məntiqi blokda ən azı neçə dəfə istifadə olunmalıdır? Okey. Deməli, bizə 3 dənə şərt verib. Əslində biz iddia edə bilərik ki, burada neçə dənə şərt varsa, şərt blokunun sayı ondan 1 vaid azdır. Yəni 2 dənədir. Lakin gəlin bunu əyani formada göstərək, görək niyə 2 dənədir. Yəni 2 dənə olmaya da bilər. Çünki müxtəlif hallar var bu sualın. Deməli, gəlin baxaq. Tutalım ki, biz X-ı, D-ni, S-ni daxil etdik parallelogram vasitəsilə. Düşdük aşağıda şərtləri yoxlayırıq. Deyirəm ki, tutalım ki, X D plus S cəmindən böyüksə, H qolunda bir hesablama baş verəcək. Gəlirəm indi bunun yox qoluna. Aydın məsələ ki, X D plus S cəmindən böyük deyilsə, ya kiçikdir, ya da bərabərdir. Digər şərtlərdən də birini qururam. Tutalım ki, qururam. X kiçikdir D plus S. Bunun da H və yox qollarını qeyd etsəm. Aydın məsələ ki, H qolunda yenə məsəl üçün önündəki ifadə nədirsə, o icra olunacaq. Baxaq indi yox qoluna. Fikir verin yoldaşlar. Əgər X D plus S-dən böyük deyilsə, kiçik də deyilsə, artıq deməli nədir? Bərabərdir. Buradan da görünür ki, biz 2 şərt bloku qurmaqla üçüncünü nəticə kimi ala bilirik. Yəni, aydın məsələ ki, ədədlər arasındakı müqayisədə 3 hal mümkündür. Bir ədəd digərindən ya böyük olar, ya kiçik olar, ya da ona bərabər olar. Aydın məsələ ki, böyük deyilsə, kiçik deyilsə, deməli avtomatik nədir? Yəni nəticə kimi burada nə çıxır? Deməli bu
bərabərdir. Yəni, bunun üçün əlavə şərt bloku qurmağa ehtiyac qalmır. Buradan da görürük ki, deməli 3 dənə şərtimiz olsa da, şərt blokunun sayı ümumilikdə 1 vahid az oldu. Davam edirik 27-ci sualla, qəbul sualıdır. Səhv etmirəmsə 2024 ya da 2025-ci ildə, səhv etmirəmsə 2025-ci ildə qəbul imtahanında istifadə olunmuşdur. A və B tam ədədləri üçün AB aralığındakı tam ədədləri çap edən alqoritmin düzgün işləməsi üçün məsələn, verib deməli bizə 2-dən 5-ə kimi 2, 3, 4 və 5 rəqəmləri çap olunmalıdır. Blok sistemdə sual işarəsi əvəzinə hansı şərt verilməlidir? Yəni, söhbət ROM-dan gedir ki, bura nə yazılmalıdır? Gəlin, baxaq. Aydın məsələdir ki, fikir verin. Deməli, tutalım ki, məsələn, şərtdə variantlardan birini götürək, ideyasına baxaq. Məsələn, B variantını götürürəm, fikir verin. A bizdə 2-dir, B də bizdə 5-dir. Əgər biz A-nın B-dən kiçik şərti və ya A-nın B-dən kiçik bərabər şərti və ya ümumiyyətlə A-nın B-dən fərqlidir şərtlərini götürsək, məsələn, tutalım ki, gördüyünüz kimi A 2-dir və 5-dən kiçikdir istənilən halda. Məsələn, bu iki şərt üçün deyirəm. Biz əgər şərtləri bura qoysaq, biz dövrəyə girən kimi hə cavab alacağıq deyə qəti şəkildə dövr etməyəcəyik. Yəni, dərhal çıxışa gedəcəyik. Məsəl üçün, tutalım ki, başlayırıq. 2 5-dən kiçikdirmir, hə, çıxdıq çölə. Dövrəyə girməliyik. Dövrəyə də girmiriksə, aydın məsələdir ki, A-nın 3, 4, 5 bu qiymətləri çap olunmayacaq. Yəni, burada çap olunanda bir dənə 2 qiymət olacaq. Bu, həm bu hal üçün, həm də bu hal üçün keçərlidir. Yəni, variantları yoxlayıb avtomatik görmək olur. Deməli, B-Y variantını çıxaq. Eyni qaydada A fərqlidir B vəziyyətinə baxaq. Tutalım ki, bəli, gələcəyik biz bura 2, bura 5 versək ilkin qiymətləri. 2 5-dən fərqlidirmi? Deməli, hə, yenə çıxacağıq çölə. Deməli, burada da heç bir məna yoxdur. Qalır D variantı ilə C variantı ki, diqqət edək. Tutalım ki, yazıram bura 2, burada 5. 2 5-dən böyükdürmü? Yox. Davam edib dövr edəcəyik. Nəzərə alsaq ki, 5-in özü də çap olunmalıdır. Onda deməli, burada bir dənə nə olmalıdır? Kiçik, daha doğrusu böyük, bərabər. Çünki A B-dən böyükdür. Məsələn, biz A-nı 1 vahid artırar da gəldik aldıq 5. Məsəl üçün, 5 5-dən böyükdürmü? Yox. Yox, böyük bərabərə ehtiyac yoxdur. Yəni, özünü də elə çap edilmiş. 5 5-dən böyükdürmü? Xeyr, düşəcək bura 5-də çap edəcək. Hə, elə doğru variantımız D variantıdır. Orada kiçik bir fikir yayınlığı oldu. Deməli, davam edirik 28-lə. Aşağıdakı hökmlərdən hansı doğrudur? Əvvəlcə Windows əməliyyat sistemi, xeyr, əvvəlcə BIOS, sonra Windows əməliyyat sistemi yüklənməlidir. 2 doğrudur. Əməli yaddaş enerjidən asılı yaddaşdır. Bəli, söhbət yəni RAM-dan gedir burada. Digitizer verilənləri saxlayan qurğu deyil. Digitizer hansı ki, hal-hazırda mən qələmdən istifadə edərək və Digitizerdən istifadə edərək belə deyim ki, hal-hazırda yazı yazıram PDF-in üzərində. Yəni, Digitizer sadəcə verilənləri kompüterə daxil edən bir qurğudur. Yəni, yadda saxlamaq üçün bir xüsusiyyəti yoxdur. Doğru cavab olur 2, 3, A variantı. 29-cu sual. Deyir ki, verilmiş qrafik təsvir 512 vur 512 nöqtədən ibarətdir. Hər bir nöqtə 256 rəng çalanda olarsa 8 belə təsvir yaddaşda nə qədər yer tutar? Aydın məsələ ki, qrafik faylın həcmini tapmaq üçün piksel sayını vurmaq lazımdır rəng dərinliyinə. Ki, piksel sayımız, yəni x vur y bizdə 512-nin 512-yə bir kvadrat təsvirdir. 256 rəng çaları bizə verilib. Və biz ondan istifadə edərək rəng dərinliyini təyin edə bilərik ki, bu da verəcək n bərabərdir 8 biti. Nəhayət həcm bərabər olacaq 2 üstü 9, vurulsun 2 üstü 9, vurulsun 8 bit, yəni 2-nin kubu və deyir 8 dənə belə təsvir, 8 belə təsvir, yəni bir dənə də vuraq 8-ə. Yaddaşda nə qədər yer tutar? Yəni, baxaq görək bu kilobayta yoxsa megabayta çevriləcək. Qüvvətlərdən tuta bilərik. Demək, 9, 9, 18, 21, 24. Rahatlıqla megabayta çevriləcək. Bitdən isə megabayta keçid bildiyimiz kimi 2 üstü 23-dür. Bunların hamısı ixtisar gəlində doğru cavab qalacaq 2 megabayt. Davam edirik. 30-cu sual. Deyir ki, www.portbox.box.az internet şəbəkəsində elektron poçt ünvanıdır. Bu elektron ünvandakı istifadəçi adını müəyyən edin. Yanınızda saxlayın ki, yoldaşlar, elektron poçt ünvanlarında istifadəçi adı Sabaçkaya, yəni bu ət işarəsinə qədər olan hissədir. Hansı ki, bəziləri burada yəqin ki, tələbələr səhv olaraq, daha doğrusu biləm ki, yəni bu www bəzi tələbələrin diqqətini yayındırır ki, bu sanki sayt
belə deyim ki, link formasındadır. Ona görə hamı portboxu cavab kimi götürür. Amma diqqətli olun, yəni www burada sadəcə yazılmış bir, belə deyim ki, istifadəçi adıdır. Yəni bu link deyil, belə deyək ki. Yəni doğru cavabımız olur Y variantı. Tətbiqi proqram təminatına daxildir web redaktorlar və bizə nələr lazımdır? Stolüstü nəşriyyat sistemləri, yəni 2 və 4A variantı. Kompüterin əsas xarakteristikalarına aid deyil. Aydın məsəl ki, kompüterin tutduğu sahə maraqlı deyil bizə, yəni əsas xarakteristikası deyil. Hansı kompaniya istehsal edib, o da maraqlı deyil. Xarici qurğuların sayı və təsvirlərin keyfiyyəti. 1, 4, 5, 7 A variantı. 33. İnstrumental proqram təminatına aid olan vasitələr seçək. Case texnologiyası, kompilyator anlayışı, interpretator və transalyator. 1, 3, 5, 7. 36. Printerin çap sürəti 1 saniyədə 1 kilobayt təşkil edir. Baxın, diqqətli olun. Deyir, saniyədə, özü deyək, çap sürəti saniyədə 1 kilobayt. Yəni, bu o demək ki, bizə sürət verilib. Bəzən tələbələr bu 1 kilobaytı həcm kimi başa düşürlər, amma fikir verin. Çap sürəti saniyədə 1 kilobayt, yəni bu nə deməkdir? Deməli, sürət bizə 1 kilobayt böl saniyədir. Əgər hər vərəqdə hər bir sətirdə 32 simvol 48 sətir yerləşərsə 50 vərəqin çapı üçün neçə saniyə vaxt tələb oluna bilər. Bizə verilən, belə deyim ki, vərəq, simvol və sətir belə deyim ki, parametrlərinə biz ümumi mətnin həcmini, yəni ki, belə deyim ki, çap olunanın məhsulun həcmini təyin edə bilərik. Yəni 32-ni vursaq 48-ə, onu da vursaq 50-yə. Nəzərə alsaq ki, məsələnin şərtində kodlaşma ilə bağlı heç bir parametr verilmir, biz onu ASCII qəbul edə bilərik. Yəni, burada da bir simvolu 1 bayt olduğunu bilirik, vuraq 1 bayta. Və ümumi həcmi sürətə bölsək, onda saniyəni təyin edə bilərik. Yəni, nə qədər zaman ötürdüyünü təyin edə bilərik. Onda 1 kilobaytı da çevirsək, bu da olacaq 210 deməli, bayt böl saniyə. Və indi baxaq görək burada nə ixtisar gedir. Mənim üçün bu ilə bu ixtisar gedir, burada qalır 2/5. Yenə də ixtisar edib yazmaq olar. Ən sonunda cavabı alacaqsınız 75 saniyə. B variantı. 34-cü sual. Alqoritmin əsas xassələrinə uyğun gələn təyinatı müəyyən edin. Burada diqqətlə bir dənə variantlara baxsaq, sürətli variant da çıxmaq olar. Məsəl üçün yazıb, alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Bu, alqoritmin nəticəviliyi xassəsidir. Gördüyünüz kimi variantlarda da ümumiyyətlə 1-2-3 uyğunda heç nəticəviliyi haqqında bir bənd yoxdur. Ona görə A variantlarına bax, fikir verin. Variantların hamısından çıxsaz, rahatlıqla cavab qabağınıza çıxır. Ki, gəlin baxaq, 1-ə C uyğundur. 1. Diskretlik, məsələlərin həllinin yerinə yetirmə alqoritmi ayrı-ayrı əməliyyatlara bölünməlidir. Müəyyənlik, böldüyümüz addımlarda, belə deyim ki, görəcəyimiz işlər öncədən bizə məlum olmalıdır və ya biz ona belə də deyə bilərik ki, alqoritmin hər bir addımı dəqiq və bir qiymətli olmalıdır. Bu 2-yə uyğundur. Bir də ki, 3-ə deməli nə deyir? Müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritmi həmin sinifdə olan bütün məsələləri həll etməlidir. Və bir də B, bir də D uyğundur. Alqoritm ilə təsvir olunmalıdır ki, ondan bütün mütəxəssislər istifadə edə bilsin. Davam edirik 35-ci sualla. Deməli, BIOS, Basic Input Output sistem, daxil etmə, xaric etmə baza sistemi nədir? Burada nöqtələr düşmüb yəqin ki. Kompüter resurslarını idarə edir, tətbiqi proqramların işini, onların xarici qurğular və digər proqramlarla qarşı əlaqəsini. Xeyr, BIOS tətbiqi proqramların işini idarə etmir. Tətbiqi proqramların işi bir növ əməliyyat sistemindən asılıdır. Kompüterin konfigurasiyası sazlanması, o cümlədən tarix və parol verilən uzun müddətli yadda saxlanması üçün deyil. Bəli, biz vaxt, tarix, parolu BIOS-dan tənzimləyə bilirik, lakin onu yadda saxlayan CMOS yaddaşdır. Daha sonra kompüterin konfigurasiyasını uzun müddət yadda saxlayan, yəni ki, burada nəsə düşməyib deyəsən, resurslarını yadda hətta nəsə cümlədə mənasızlıq var. Resurslarını cari saxlayaraq kompüterin diaqnostikasını təmin edir və əməliyyat sisteminin modullarını
tezləşdirir. Bu variantda nəsə bir problem var. Burada cümlədə nəsə yarımçıqlıq var. D variantını oxuyaq. Kompüterin müxtəlif qurğularını bilavasitə idarə edilməsi, onların kompüterin işə salınması zamanı tezləşdirməsi və əməliyyat sistemi ilkin yükləməsini həyata keçirilir. Ən doğru variant kimi D variantını götürə bilərik. Bir də Y-yə də baxaq. Əməliyyat daşın imkanlarını artırmır, əməliyyat sistemini tamamlamaq deyə bir şey yoxdur və s. Yəni doğru cavab elə D variantıdır. Ana plata üzərində yerləşənləri seçin. Deməli, prosesor, əməliyyatdaş və daimi yaddaş, yəni 1, 3, 4. Qida bloku bildiyimiz kimi ana plata sistem blokunun içində yerləşir, amma ana plata üzərində yerləşmir. Həmçinin xarici yaddaş qurğuları da ana plata üzərində yerləşmir. Yeni nəsil SSD-ləri çıxmaq şərti ilə. Məsələlərin kompüterdə əsas həll mərhələlərinə aid olmayanları seçin. Alqoritm mövzusuna aid olan bir sualdır ki, həll alqoritmin hazırlanması var, nəticələrin analizi var, amma təhlil verilməsi deyə bir şey yoxdur. Məsələnin qoyuluşu var, testləşdirmə sazlama var, 3-4 də çıxa bilərik sürətli. Sonra baxaq görək nə qaldı burada. Proqramlaşdırma dilinin seçilməsi yoxdur. Bizdən aid olmayanları zaten deyir də seçən 2, 5. Alqoritmin təsvir üsulunun seçilməsi bu da yoxdur. Doğru cavab olur 2, 5, 6. Davam edirik. Deməli, 2023-cü ilin səhv etmirəmsə qəbul sualı idi. Hətta bununla bağlı bir zarafatçıl video da vardı. Deyirlər, imtahana bir dənə blok sxem düşmüşdü. Uzunluğu bizim evə qədər idi. Deməli, həmin bu blok sxemdə gördüyünüz kimi 5 dənə dəyişən var, səhv etmirəmsə. X var, N var, S1 var, S2 var və I var. Təqribən bir 5 dənə dəyişən var. Deməli, səhv etmirəmsə bir 5 dövrdə getməlidir. Baxaq indi. Cədvəlimizi quraq. Deməli, bu olsun bizim X dəyişənimiz. Bu olsun bizim S1-imiz. Bu olsun S2-miz. Bu isə olsun I. Baxaq, deməli, X-in başlanğıc dəyəri bizə nə verilib? X-in başlanğıc dəyəri verilməyib, S1 üçün verilib, S2 üçün verilib, 1 üçün verilib. N bizə nədir? N bizdə, X-in də dəyəri verilib, 2 yuxarıda şərtdə yazılıb. N də deməli 5-dir, N-i də lap yazaq buradan 5. N olsa dəyişmir, əsas dəyişən bu birisilərdir. Deməli, baxırıq, 1 5-dən kiçikdir. Bəli, düşür aşağı nə edir? Burada x vurulsun mənfi 1 üstəgəl 5 yazıb. Gəlin bunu daha sadə olsun deyə mənfi x plus 5 kimi yazaq. Belə çıxır ki, məsələn, biz burada 2 qoysaq, mənfi 2 üstəgəl 5 eləyəcək 3. Gəlin 3-ü bura qoyanda mənfi 3 plus 5 təzədən 2 eləyəcək. Deməli, x-imizin alacağı 2 qiymət var. 2, 3, 2, 3. Yəni, hər dəfə bu belə dövr edəcək. Deməli, baxdıq, 2-ni qoyduq, bu elədir deməli. Bunlar başlanğıc qiymətdir, buradan belə xətt çəkək. X-imiz oldu 3. 3 sıfırdan kiçikdirmi? Xeyr, gəlir bura S1 ilə X-i toplayır. S1-im 0 idi, X ilə toplayanda artıq elədi 3. Düşür aşağı, deməli, yəni buradan çıxıb gəlirik aşağı. I-ni 1 vahid artır, I 2 olur və S2 bərabərdir S1. Deməli, S2-miz 1 idi, 1 ilə 3-ü toplayacaq, eləyəcək 4. Qalxırıq təzədən yuxarı, i-miz aydın məsələ ki, hələ ki 5-dən kiçikdir. Davam edirik, yenə x-imiz olacaq 2. 2 sıfırdan kiçikdirmi? Xeyr, S1 ilə 2-ni toplayacaq, eləyəcək 5. Sonra 5 ilə də i-miz olacaq 3. S1 ilə də S2-ni toplayır, yəni 5 ilə 4 toplayacaq, bu da eləyəcək 9. Davam eləsək, deməli, növbəti dövrdə x-imiz olacaq yenidən 3. 3 sıfırdan kiçik olmadığı üçün 5 ilə 3-ü toplayacaq, eləyəcək 8. i-miz olacaq 4. Burada isə 9 plus 8 eləyəcək 17. Davam etsək, növbəti dövrdə x-imiz yenə olacaq 2. 2 sıfırdan kiçik deyil. Gəldi burada S1 ilə x-i topladı. Bu elədi 10. Daha sonra bu elədi 27. i-miz elədi 5. Qalxır yuxarı 5 5-dən kiçik bərabər olduğu üçün bir də düşürük. Bu olur 3, S1 olur 13, bu olur 40, bu isə olur 6 və qalxanda artıq 6 5-dən kiçik bərabər olmadığı üçün çıxışa gedib S1-i çap edirik ki, S1-in də son qiyməti 13 idi.
Belə nisbətən yəni biraz vaxt nə qədər sürətli işləsəz belə ki, adam risk edib sürətli işləmir imtahanda ki, dəqiq olsun. Yəni sadə sualdır, niyə də tələsib səhv yazasınız. Neyman arxitekturasının əsas prinsiplərini müəyyən edin. Deməli, kontr proqramla idarə olunur. Doğrudur. Kontrda bu səhvdir. Kontr paralel yox, ardıcıl ünvanlanan vahid yaddaşa malikdir. Əmrlərlə verilənlər arasında aşkar şəkildə fərqi yoxdur və verilənlərin təyin edilməsi proqram səviyyəsində aparılır. 1, 4, 5, 7 D variantı. Daha sonra 41-ci sual açıq suallara keçid elədik. Baxın, bu alqoritmi, əziz yoldaşlar, yaxşı yadda saxlayın. Bu alqoritm EBOB-un alqoritmidir. Yəni, dövr etmədən də bu alqoritmin, bu blok sxemin təsvirini gördünüz. Bilə bilərsiniz ki, bu EBOB-un hesablanmasıdır. Ona görə yəni burada dövr etmək yerinə 150 və 100-ün EBOB-unu tapsanız kifayətdir ki, cavab 50 edəcək. Enerjidən asılı olmayan daxili yaddaş qrupları, deməli, daimi yaddaş və KMOS yaddaş. Sərt disk ümumiyyətlə heç daxili yaddaş deyil, xarici yaddaşdır. Asılı olmayan deyirlər, bəli, daimi yaddaş və KMOS. Aşağıdakı proqramlardan hansılar sistem proqram təminə aiddir? Biri çıxdıq, utilitlər aiddir. Diqqətli olun yoldaşlar, bəzən sistemlə servisi tələbələr səhv salırlar. Sistemin içində həm baza var, həm servis var, yəni ikisi də daxildir. Ona görə mən utilitləri götürdüm. Sonra MacOS, Macintosh əməliyyat sistemi, Unix əməliyyat sistemi və driverlər. Doğru cavabımız oldu 2, 5, 6 və 7. 44-cü sual. 513 səhifədən ibarət olan kitabın ilk səhifəsində bu qədər, deməli, bu şəkil var. Digər səhifələrin hər birində isə 32 sətr və s. mətn var. Yaxşı, gəlin baxaq. Deməli, 513 səhifədən ibarət ilk səhifəsi. Deməli, birinci səhifəsində 1024-ün 1024-də şəkili var və o 64 rəng çalarından istifadə olunubsa, deməli, rəng dərinliyi nə qədərdir? 6 bitdir və biz onu gəlin kilobayta çevirək, çünki sonda nəticəni kilobaytla istəyir bizdən. Deməli, 2 üstü 20, burada ixtisar geçsə 2 üstü 7, nəyəsə qalır burada 128 vur 6. İndi sadələşdirərik sonda. Və qalan səhifələr, yəni 512 səhifə qalıb, 32 sətr, 32 simvol və Unicode-da kodlaşdırıldığı üçün 1 simvol 2 baytdır. Bunu da deməli biz kilobayta keçid edəcək, ixtisar gedəcək. Deməli aşağıda 1024 qaldı, deyəsən bunu hesablamalıyıq. Bu da eləyəcək nə qədər? Bu da eləyəcək deməli 720, o da 48, 768. Əgər səhv hesablamadımsa inşallah. 1024 üstəgəl 768, bu da eləməlidir. Deməli, 1792 kilobayt. Ümid edirəm ki, səhv hesablanmadım. Belə olmalıdır. 45. Uyğunluğu müəyyən edin. Deməli, qida bloku qurğular arasında enerji paylayır. Yəni, 1-ə Y uyğundur. Mikroprosesor ədədlər üzərində hesab əməliyyatları və ədədlər üzərində məntiq əməliyyatları yerinə yetirir. 2-yə B və D uyğundur. 3. Kontroller isə hanı bu? Xarici qurğuların işini idarə edən mikrosxemdir. Doğru cavab C. 1Y, 2B, D, 3-ə isə C uyğun gəlir. Belə, əziz yoldaşlar, bir sınağın daha izahının sonuna gəldik. Növbəti sınaqların izahında görüşənədək uğurlar hər birinizə.